İnsan həyatından narazı ola bilər. Ola bilər. Normaldır, normaldır. Münasibətləri onu məmnun etməyə bilər. Ola bilər. Normaldır bu da, bu da normaldır. Amma bir ömür boyu insan elə hey narazıdırsa həyatından, münasibətləri demək olar ki, bir ömür onu məmnun etmirsə, onda biz deyə bilərik ki, burada bir şəxsiyyət pozuntusu var. Yəni ehtimal çox yüksəkdir. Və bunu qeyd edim ki, şəxsiyyət pozuntusu bu bir xəstəlik deyil, dəlilik deyil. Bu sadəcə xarakter pozuntusudur. Və bu xarakter pozuntusu, yəni müəyyən düşüncə tərzidir elə bilin. O düşüncə tərzi hər zaman insanı vadar edir ki, konkret hər zaman reaksiyalar versin də. Yəni reaksiyalar artıq vərdiş halını alıb və müəyyən davranışlara gətirir, çıxardır. Ona görə də həyatının gedişatı eynidir. Yəni az-çox eynidir və bu gedişata təsir də göstərə bilmir. Yəni bu məmnunluq hissini özündə yarada bilmir. Əsas da huzur yarada bilmir. O ki bir ömür huzur axtarır, o ki bir ömür rahatlıq axtarır. Bax bu yoxdur. Bunun səbəbinə baxacağıq bugün və hansı pozuntulardır indi onu deyəcəyəm. Bugün hansı pozuntulara toxunacağam və o pozuntularda məhz hansı inanclara insan özünə göstərəcək ki, bax məndə budur, özü ilə üzbəüz, təkbətək qalıb bu inancına baxıb və bu inancının onun gündəlik həyatında verdiyi qərarlara necə təsir edir, bugün onu mən göstərmək istəyirəm. Və həqiqətən bunu etmiş olsalar, həmin bu insanlar, bu pozuntulara aid olan insanlar, böyük dəyişikliklər mümkündür həyatlarında. Amma bunu elə bilin günbəgün etmək, bunu bəlkə aylarla etmək lazım olacaq. Deməli belə. Və bunu da deyim ki, bu bir kapriz deyil, bu bir seçim deyil. Bu oturuşmuş bir daxili mexanizmdir, oturuşmuş bir daxili strukturdur. Vəssalam və insan həqiqətən də bununla özü heç nə edə bilmir. Yəni də nə edə bilmir o mənada ki, artıq bu cür yaşamağa alışıb, amma alışmağına baxmayaraq onu məmnun etmir də. Yəni həyatından razı deyil insan. Demək, bugünkü pozuntular hansı olacaq? İsterik şəxsiyyət pozuntusu, narsistik, asılı, həm asılı və qaçınan. Deməli, hansından başlayaq? Məsələn, qaçınan şəxsiyyət pozuntusu insanın əsas inancı odur ki, məni yaxından tanısalar, məni bilsələr mən necə insanam, məndən üz çevirərlər, qaçarlar. Ona görə mən qabaqcadan hələ qaçım. Mən elə çox yaxınlıq etməyim insanlarla. Yaxınlığa çox ehtiyacı var, amma qaçmağı seçir, amma uzaq durmağı seçir. Yaxın münasibətlərə girməyə qorxur. Onda dəhşət yaranır ki, yox məni yaxından tanısalar məndən imtina edərlər. Niyə deyir ki, nəyə qaçınandır? Çünki həqiqətən də qaçır. Həqiqətən də özünə bu icazəni vermir. Və bu insan məsəl üçün görsə ki, əsas inancı odur ki, yox, mən pis biriyəm, mən özümü bəyənmirəm, elə yaxşı tərəflərim yoxdur mənim. Düzdürmü? Yəni ki, əsasən bu düşüncəsi ona mane olur. Çünki özünü dəyərləndirmə o qədər neqativdir ki, özünü dəyərləndirmə o qədər subyektiv, real dəyərləndirmə yoxdur burada. Ümumiyyətlə heç bir pozuntuda real dəyərləndirmə yoxdur. İnsan özünü olduğu kimi dəyərləndirmir. Ya olduğundan yüksək dəyərləndirəcək hansısa pozuntuda özünü, ya olduğundan aşağı. Amma real dəyərləndirmə yoxdur. Yəni baxın, qaçınan şəxsiyyət pozuntusuna aid olan insan, bu düşüncə ilə hər gün baxsın, mən bugün atdığım addımlar, verdiyim qərarlar, bunlarda mən bu düşüncəsini görsün. Bu düşüncə yenə məni vadar etdi, mən bu seçimə əl atdım. Mən hansısa kiminsə təklifinə yox dedim. Kiminsə gözləntisinə boşa çıxartdım. Kiminsə şans vermədim. Özümə də şans vermədim. Sonra, məsələn, isterik şəxsiyyət pozuntusu onun üçün önəmli olan
Məni görsünlər, məni görün. Baxın mənə. Məni görmürlərsə, mən onda yoxam. Yəni mən yoxam hissi var onda. Mən aşırı cəlb etməsəm diqqət özümə, yəni orada teatrallığı var, orada bərkdən qəhqəhə çəkmək var, orada manyeralarda fərqlilik var, sünilik var manyerada. Ya aşırı ola bilər, hayküylü olsun, kobud olsun, ya da aşırı çox belə naz qəmzəli olsun, yəni ki, qadındırsa. Mütləq ki, burada teatrallığı, süniliyi hiss eləyəcəksiniz siz. Yəni ki, bir neçə insan dayanıbsa, bu istilik şəxsiyyət pozuntusu olan insan, yəni ki, bir neçə insan dayanıb söhbət edirsə, bu insan hamından çox danışacaq, hamından çox diqqət özünə çəkəcək, geyimi ilə də çəkəcək, sözü ilə, söhbəti ilə, manyeraları ilə, hərəkətləri ilə, hər bir şeylə. Çalışacaq ki, diqqət onda olsun və onun üçün həqiqətən fərqi olmur ki, diqqəti necə çəkir, neqativ diqqətdir, bu yoxsa pozitiv. Əsas istəyir ki, mənə diqqət, mənə görün. Mən varam. Bax, mən varam da onun elə bilin şübhəsi var. Məni heçə saymayın, məni görün. Yəni bu insanlara da hər gün müşahidə edə bilərlər ki, bax mən bu gün harda aşırı məsəl üçün reaksiya verdim, harda mən çox məsəl üçün mənim geyimim, əyinim, başım bu yığıncağa uyğun idimi, yoxsa abartılı idi? Məsəl üçün də görürsüz, tutalım ki, yaz yeridir, çox aşırı makiyajla falan gələn insanlar olur. Düzdür, indiki zamanında qadınlar az-çox hamısı faktiki olaraq eləyirlər. Yəni ki, yas mərasiminə getsələr belə. Amma görürsən ki, kimsə məsəl üçün çox aşırı geyinib gəlib və yaxud tutalım ki, məktəbdə çalışan bir müəllimədir, amma biraz görürsən ki, düzdür, hardasa həm normaya uyğundur, amma biraz da normadan kənardır geyimi, əyni, başı. Yəni ola bilər hardasa biraz açıq-saçıq, ola bilər çox rəngarəng, ya makiyajı, ya paltarı, ya yerişi çox nazla, qəmzə ilə olacaq. Yəni ki, bu inanca ki, mən yoxam, elə bil məni görmürlər, məni görün, bu tələbat var ha. Və bu tələbatın indi əvvəldən necəsə olub formalaşıb, düzdürmü? İndi o səbəblərə biz baxmırıq da bugün. Yəni insan bununla hər gün üzbəüz qalanda bu inancıyla ki, mən bu gün nələr etdim, mən dünən nələr edirdim, mən sabaha nələr planlaşdırıram, harda özümü necə aparım, hara necə geyinim, gedim ki, mənə hamısı diqqəti məndə olsun. Yəni elə bil ki, diqqət çəkməyəndə, ona hamı baxmayanda çox sıxılır, təşviş hissi keçirir, diskomfort olur. Yəni çarəsiz kimi hiss edir özünü. Yəni bütün ümumiyyətlə pozuntuların hər birinin kökündə təşviş var, qorxu var, çarəsizlik var. Yəni çarəsizlik hansı evdə doğulublar, o evdə adaptasiya ola bilmək üçün müəyyən bu mexanizmları yaratmağa məcbur qalıblar ki, bir şəkildə psixikalarını qorusunlar, bir şəkildə ayaqda qalsınlar, bir şəkildə var ola bilsinlər, qəbul etdirə bilsinlər özlərini. Yəni pozuntu əslində bir adaptasiya növüdür insanın. Sonra məsələn, qaçınan isterik şəxsiyyət pozuntusu dedim, asılı şəxsiyyət pozuntusu. İnsan elədir ki, onun belə bir düşüncəsi var ki, mənim hər zaman yanımda kimsə olmalıdır ki, mən arxalana bilərəm də, ki, mənim yerimə çətin situasiyalara mən düşəndə mənə kömək edə bilər də. Yəni çətin situasiya o qədər də çətin olmayın, mən başıma nə gəlirsə gəlsin, yüngül bir şey, çətin bir şey, mən yox, mən bacarmaram, məndə o bacarıq yoxdur, mən itib batacağam, mən ya biabır olacağam, ya da ki, heç nə də mənlik deyil də, mənim yanımda gələ kimsə olsun ki, mən ondan yapışım. Ondan yapışım, o mənim elə bil ki, bu dünyada tutub mənim əlimdən hər zaman aparan bir insan olsun. Və tək qalanda o təşviş, o qorxu o vaxt ona gəlir, tək və
bir situasiyadır hansını ki çözməyə özü ehtiyat edir. O məsuliyyəti götürməyə ehtiyat edir, qorxur və təşviş yaranır və başlayır ona buna kimdən mümkün olarsa kömək almaq, kömək, məsləhət, başlayır bunları etməyə. Yəni bu insanda, yəni yüksək təşviş, diskomfort hisslər hiss elədiyi zaman hər bir pozuntuda da bax bayaqki dediklərim və indiki asılı şəxsiyyət pozuntusunda təşviş hissi gələndə sadəcə baxsın, görsün, həqiqətənmi mən doğrudan bu qədər möhtacam bir başqa birinə və yaxud heç təşvişi olmayan vaxtda, adi vaxtda, heç hal-hazırda problemi yoxdur. Düşünsün ki, bax o gün mən çox bir çətin vəziyyətdə idim. Həmin adam bəyəm nələr elədi ki, mənə kömək elədi. Onun elədiklərini mən eləyə bilməzdim ki, özüm. Məsələn, baxın belə, sonra narsist şəxsiyyət pozuntusu. Narsist şəxsiyyət pozuntusunda insan özünü, yəni özü ilə bağlı böyük utanc hissi var. Elə göstəriş var ki onda, yəni məni tərifləyin, mənə gözəl sözlər deyin, lazım olsa lap yaltaqlıq eləyin. Amma daim, yəni bu tərif daim hardansa gəlməlidir. Bir neçə yerdən gələndə lap yaxşı. Daim məni axtarsınlar, soruşsunlar, məndən narahat olsunlar, mənlə ilgilənsinlər, müəyyən mənim üçün nələrsə etsinlər, lap lazım olsa canlarını fəda etsinlər. Bu insan onda özü ilə bağlı ay mən bir heçəm, mən nəyəm, mən gör necə biriyəm. Yəni özü ilə bağlı böyük utanc hissi var. Hə? Yəni bu utanc hissi də həqiqətən də əslində o da real deyil də. Yəni ki bu adekvat bir özü ilə bağlı dəyərləndirmə deyil. Yəni o özü ilə bağlı o utanc, hələ bilin səhər insan oyanır və salam o təşvişləndir. Ümumiyyətlə narsistlər niyə narahat yatırlar? Psixika yuxuda belə təşvişlidir. Çünki orada insanın bütün qorxuları üzə çıxır axı. Orada insanın bütün qaçdığı nə varsa həyatda, onlar çox vaxt üzə çıxır. Narsistin də axı həyatı hər günü onun üzərindən qurulur ki, elə planlaşdırılır ki, bugün görüm mənə kimlər necə diqqət yetirəcək və hardasa nəsə azalıbsa, ora mən necəsə təzyiq göstərim, ora mən necəsə bir manipulyasiyalar edim ki, mən o tərifi alım və yaxud qorxunu da ola bilər kimsə qorxsun məndən, kimsə çəkinsin məndən, kimsə yalvarsın mənə, kimsə desin ki, yəni ya yalvar yaxar, ya xahiş etmək, ya onun ayaqlarına düşmək, ya onu tərifləmək, fərqi yoxdur. Bunlar olsun. Mümkünsə hər gün olsun. Və bu inanc ki, mən bir özünü bəyənmir də, utanc hissi özü ilə bağlı mən bir heçəm. Amma bir narsist məsələn tutalım bu videonu dinləyirsə, o 90% ki demək olar bunu tətbiq etməyəcək. Çünki narsistdə dəyişmək istəyi yoxdur. Narsist yanındakı insanları özünə uyğunlaşdırmağa çalışır. Yəni ki, siz mənə uyğun olun, tabe olun, siz mənim istədiyim kimi dəyişin, mən yox. Ona görə narsist bu halda ancaq belə bir şeylərə əl atar ki, terapiyadır, yəni ki, müxtəlif metodikalar, texnikalar həyatı bərbad hala gələndən sonra, həyatını tamamən çökəndən sonra həyatda. Baxın, onda o mümkündür. Onda bəlkə yəni ola bilər. Ehtimal onda var. Deməli, amma yenə də deyək bunu da, narsistdə lazım olan, yenə də ehtiyacı olan, təşvişli olanda və yaxud adi vaxtda baxsın ki, mənim bu utanc hissim məni nələrə vadar edir. Mənim bu utanc hissim əslində mən görünüşcə tutalım, status cəhətdən və yaxud fərqi yoxdur da, status olsun, dövlət malı, mülkü olsun, pulu, parası olsun, ailəsi olsun. Yəni nə görürsə insanlar onda nələri görürsə, yəni baxanda real müqayisəni etmək bacarığı, yəni real da real.
məndən də bir çox insanlar həm aşağıdır, həm yuxarı var. Yəni dünya ümumiyyətlə bu cürdür. Dünyada bir tərəfdən həm tarazlıq çoxdur da, bir tərəfdən yəni ki, dalğavaridir. Hər şey eyni deyil, hər kəs eyni deyil də. Yəni həm bunu görə bilsə, məsələn, həm də ki, o təşviş hissi ona ə, özü ilə bağlı utanc onu məcbur edir ki, insanlara sıxışdırsın, insanlara təzyiq göstərsin, insanlara məsəl üçün alçaltsın, sancsın, onları ignor etsin, onların istəklərini, arzularını qətiyyən nəzərə almasın. Yəni ki, bunu etmək səbəbi odur ki, yəni mən üstünəm, mən sənə bunları edə bilirəm. Çünki sən məndən asılı vəziyyətdəsən. Və bunları etdikcə də münasibətləri get-gedə bütün münasibətləri pozulur həyatında. İstər öz ailəsində uşaqları ilə, yəni ki, bu formal münasibətlər olur. Dərin bir münasibət yarada bilmir narsist. Dərin bağlılıq, çünki onda bir tərəflidir hər bir şey. Faktiki olaraq bir tərəflidir. Yəni dostu, tanışdır, yoldaşıdır, valideynidir. 80%, 90% o insanlar ona ötürür, amma o insanlara 5%, 10%. Yəni burada balans hər zaman pozulmuş olur deyə. Ona görə narsistdən zamanla insanlar da uzaqlaşır. Və narsist sonunda ona doğrudan yaxın olan bir insanlar ondan uzaq düşürlər. Yəni baxın belə. Sonra həm asılı şəxsiyyət pozuntusu, baxın, həm asılı deyə də bilərik, emosional asılılıq da deyə bilərik. Deməli, həm asılılıq olan insanlarda necədir? Yəni ki, o düşünür ki, məsələn, o əsasən kimlərin yanında olur? Məsələn də içki düşkünü olan insanın, məsəl üçün kişidir, onun da tutalım qadını, hə? O qadını illərdir əlləşir, onu o həkimlərə aparır, bu reabilitasiyalara aparır, müəyyən yerlərə aparır. Yəni yalvarır, qışqırır, dava eləyir. Yəni ki, cürəbəcür şeylər dənəyir. Yəni ki, düşünür ki, mən bunu xilas eləməliyəm, mən xilas eləməliyəm, mən eləyə bilmirəmsə mən pisəm. Yəni eləyə bilmir deyə özünü çox günahlandırır. Yəni özünü cavabdeh görür. Özünü düşünür ki, yəni ki, mən eləyə bilməliyəm, mümkündür mən bunu eləyə bilməyim də. Yəni ki, hər şeyini ortaya qoyur, canını, malını, hər bir şey tək ki, bu insanı xilas eləsin. Yəni ki, burada xilaskar rolunda qalıb. Yəni ilişib qalmaq, ümumiyyətlə hər bir pozuntu hansısa bir obrazda ilişib qalmaq deməkdir, belə də deyə bilərik. Və deməli, həm asılı olan insan, onun da düşüncəsi oturub qarşısına, yəni özü ilə söhbət edirsə, düşünsək, yəni o tərəfini, özünün məhz o tərəfinə baxsın ki, mən niyə bir ömür xilas etməyə çalışıram kimlərsə? Niyə? Çünki əslində mənim özümün çox bu qədər diqqətə, qayğıya ehtiyacım var. Başqası üçün nə isə etməyəndə, kimisə xilas etməyəndə mən özümü önəmsiz hiss edirəm, mən özümü günahkar hiss edirəm, mən özümü lazımsız hiss edirəm. Yəni mən düşünürəm ki, mən ancaq o zaman lazım ola bilərəm kiməsə, mən onun üçün bir çox şeylər eləyəndə və onu əsasən də nələrdənsə xilas etsəm əgər. Yəni bu xilaskarlığı ona qarşıdır. Bu xilaskarlığı onu məhv edir, onun həyatını əlindən alır, onun yəni həyatını hər mənada, sosial anlamda, fiziki anlamda, fiziki sağlamlığı anlamda, psixi sağlamlığı barədə hər tərəfli əlindən alır əslində. Yəni həmaslı olan insanın xilaskarlığın dərəcəsi çox yüksəkdir və o ona dəhşətli dərəcədə həyatının keyfiyyətini, yəni pozur, heç eləyir, dağıdır. Belə.